Geçən dəfə 1920-ci ilin yanvar ayında qaldıq. 1920-ci ilin yanvar ayında hansı hadisədə danışdıq? Qeyd elədik ki, AXC-nin artıq süqutu prosesi başlamışdı. AXC-nin de facto tanınmasına danışdıq. 1920-11 yanvar. Ay sağ. 1920-11 yanvar AXC de facto tanır Paris konferansında, amma orada mən sizə bir cümləni izah elədim yadındadırsa. Dedim, AXC de jure tanınmır. O fərqi var. De facto nə idi? Tanıyırlar ki, sən varsan, sən bir dövlətsən, müstəqil dövlətsən, Azərbaycanın sərhədlərinə nəzarət edirsən. Faktiki olaraq orada varsan, de facto, yəni faktiki olaraq. Amma de jure tanınmır, yəni rəsmi şəkildə, indiki dillə desək, BMT çərçivələrinə əsasən. O dövrdə də BMT yox idi da, millətlər cəmiyyəti var idi. Sənədlərini tanımırlar AXC-nin. Həmin sənədlərə əsasən AXC-ni tanımaq istəmirlər. İndi AXC-nin süqutu prosesi 1920-ci ilin fevral ayından başlayır. Yox, əslində yanvardan Çiçerinin notasından başlayır. Yanvar ayında Rusiya, o dövrdə RSFSR deyirdilər uşaqlar. Rusiyanın adı belə gedirdi. Rusiya Sovet Federativ Sosialist Respublikası. Yəni RSFSR deyirdilər. Rusiya Xarici İşlər Naziri Azərbaycana nota verir. Yanvar ayında. Bu proses necədir? 1920-ci ilin yanvar ayında Leninin Mərkəzi Komitədə çox maraqlı bir çıxışı var. Bir polyak tarixçi var, Tadeusz adı, bu barədə çox maraqlı qeydi var öz kitabında. Yazır ki, Lenin çıxır Mərkəzi Komitəyə, vətəndaş müharibəsi hələ də davam edir Rusiyada. Ağ qvardiyaçılarla bolşeviklər arasında. Biz demişdik, 1917-ci ildən bəri fevral inqilabından sonra başlamışdı o vətəndaş müharibəsi, yadınıza gəlir. Düzdür, orada bolşeviklər üstün tərəfdir, Sovetlər üstün tərəfdir, amma hələ bitməyib. Düşünün ki, vətəndaş müharibəsinin gedişində Rusiyada 20 milyon insan həyatını itirib. 15-20 milyon insan arası. Çox böyük bir rəqəmdir. Rusiya 1-ci Dünya müharibəsində 2 milyon insan itirmişdi. Vətəndaş müharibəsində 20 milyon insan itiribdi. Burada iqtisadi böhran, ölkə iqtisadiyyatına dəyən zərər, yaralananlar, bu da hələ heç bu siyahıya daxil deyil. Lenin Mərkəzi Komitədə çox maraqlı bir çıxışı var idi. Lenin deyirdi ki, nə olursa olsun Bakını ələ keçirməliyik. Bizə düşdüyümüz vəziyyətdən yalnız Bakı nefti xilas edə bilər. Belə bir çıxışı var Leninin. Bakı mütləq bizim olmalıdır. Çünki elə bir ağır vəziyyətdəyik ki, Bakı neftini ələ keçirib xaricə satsaq, ən azından müvəqqəti olaraq o neft pulu hesabına biz bu vəziyyəti qismən düzəldə bilərik. Statistikalara görə Rusiyada insanlar heyvan əti yeyirdilər. Hətta heyvanlar belə tükənmək üzrə idi. Heyvan dediyimiz mal əti falan yemirdilər ha. Yəni ki, it pişik yeyirdilər. O qədər belə Rusiyada ağzınızaqlı vəziyyət var idi 1920-ci ildə. Çiçerin Rusiya Xarici İşlər Naziri var. 1920-ci ilin yanvar ayında nota verir. Öz AXC-nin müstəqilliyi de facto tanınmışdı. Bizi qısqanırdılar özlər. Notada deyir ki, sən bizə dəstək ver, biz delikinə şeyə qarşı vuruşaq, Ağ qvardiyaçılara qarşı. Kolçak var, Ağ qvardiyaçı. Ona qarşı vuruşaq, bərabər vuruşaq. Həmin vaxtda hökumət kabinetinin rəhbəri kim idi? Kim deyər? Nəsib bəy Yusifəli 5-ci kabinetində 4-cü, 5-ci kabinetlərə Nəsib bəy Yusifəli rəhbərlik eləmişdi, onu sizə demişdik. Nəsib bəy Yusifəli buna etirazla qarşılayır, haqlı da olaraq. Deyir ki, o sizin daxili məsələmizdir. Vətəndaş müharibəsidir. Mən nə sizi dəstəkləyirəm, nə Ağ qvardiyaçılara dəstəkləyirəm. Sizin əleyhinizə deyiləm, amma sizə dəstək də vermək istəmirəm. Biz ayrıca bir dövlətik, bizim öz daxili işlərimiz var. Əslində Çiçerin bilirdi onsuz da Nəsib bəy Yusifəli belə bir cavab verəcək. Sadəcə Rusiya yavaş-yavaş özünə bir bəhanə yaratmaq istəyirdi. İşğal üçün bir bəhanə formalaşdırmaq istəyirdi. Və 1920-ci ilin fevral ayında çox ciddi bir addım atılır. Komünist partiyası yaranır. Komünist partiyası yaranır. 1920-ci ilin fevral ayında partiya nədir? Qanuni şəkildə fəaliyyət göstərən bir qurum. Əvvəlcə qanuni qurumlarını formalaşdırdılar Azərbaycanda, sonra qanunsuz qurumlarını formalaşdıracaqlar gizli şəkildə. Başa düşdünüz? Komünist partiyası faktiki olaraq Azərbaycanda Soveti təbliğ edirdi. Küçələrdə mitinqlər keçirirdi, plakatlar yapışdırırdı, elanlar yapışdırırdı, insanları inqilaba səsləyirdi. İlk vaxtlar 1920-ci ilin fevral ayında və əslində isə həm də gizli şəkildə yavaş-yavaş insanları təşkilatlandırmağa başlayırdı.
öz tərəfdarlarına. Və bu proses yavaş-yavaş icra olunmağa başlayır. Amma AXC hökuməti bu prosesin qarşısını ala bilmirdi. Getdikcə qarşılamakda çətinlik çəkirdi, xüsusən də mart ayında. Niyə? Birinci bir reallıq var. Rusiya bizdə qat-qat böyük ölkədir. 20 dəfə böyük ölkədir. Bizdə qat-qat böyük silahları var. Qat-qat böyük resursları var. Yəni biz tək başımıza qarşı, Rusiya işğalına qarşı mübarizə apara bilməzdik. Biz de jure tanınmalıyıq. Hə, de jure tanınsaydıq, Avropa ölkələri imkan verməzdi ki, biz işğala məruz qalaq. Amma de jure tanınmadılar, bizi de facto tanıdılar. Sizə demişdim, o ciddi bir problem idi. 1920-ci ilin mart ayında Dağlıq Qarabağ ermənilərinin qiyamı baş vermişdi. Mart ayında Qarabağda qiyam baş verir. Və Qarabağda qiyam baş verir və AXC hökuməti ordunu həmin qiyamı yatırmağa yollayır. Orada da bəzi Rus bolşevikləri var idi ki, o qiyamçıları qızışdırmışdı Azərbaycanların üstünə. Niyə? Çünki AXC hökumətin başı qarışsın o qiyama. Başa düşdünüz? Mart ayında Qarabağda bir qiyam baş verir. AXC hökuməti gedir o qiyamı yatırmağa, amma yatırır aşağılar. Orada Əsgəran döyüşləri görəcəksiniz. Mart ayında 1920-ci ilin. Əsgəran döyüşləri görəcəksiniz. AXC ordusunun Dağlıq Qarabağ separatçıları arasında baş vermişdi. AXC qoşunları orada qalib gəlmişdi. O qiyamı yatırmışdılar AXC qoşunları. Amma onları qızışdırırdı, Rus hökuməti qızışdırırdı da bizi daxildən parçalamaq istəyirlər. Yadınızdadsa eyni şeyi Muğan Sovet Respublikasında yaradaraq eləmişdilər. Sizə demişdim, Lənkəran Talış bölgəsində öz adamlarını yerləşdirib ki, ayrılıb bizdə dövlət yaratmaq istəyirlər. 1919-cu ilin may-avqust aylarında. Amma dedik, sonra gedib o hökuməti ləğv edəcək bizimkilər. Ona bənzər bir şey. Və AXC qoşunlarının bir hissəsi Qarabağdaydı. Və bu proses aprel ayının ortasına qədər gedir. Martın ortalarında qalxır bu qiyam. Aprel'ə qədər gedir. Düzdür, yekunda qiyam yatırılacaq. Amma AXC bura böyük bir resurs sərf edəcək. Vaxt sərf edir və güc sərf edir. Sovet dediğindir, Komünist Partiyası yavaş-yavaş başlayır işğal prosesini həyata keçirməyə. Çünki başımız qarışmışdı o qiyama. Qiyama başımız qarışmışdı və 1920-ci ilin mart ayında elə Çiçerin ikinci dəfə nota verir AXC hökumətinə. Nə? Yanvarda birinci nota vermişdi, ikinci notanı verir AXC hökumətinə. Yavaş-yavaş psixoloji təzyiq eləmək istəyirdilər əslində bizə qarşı. Və 1920-ci ilin 25-26 aprelində artıq işğal prosesi başlayır. İşğal prosesi başlayır. Təsəvvür edin ki, Lenin göstərişlərinə əsasən 72 minlik, dəqiq sayı bilinmir, amma bəzi mənbələrdə bunun 72 min olduğu qeyd edilir. 72 minlik Rus qoşunları yola düşür. Bilirsiniz, Rusiya bizim şimalımızdadır. Dərbənd tərəfdən Azərbaycana doğru yola düşürlər. 72 minlik Rus qoşunu çox böyük rəqəmdir də. Bizim də o dövrdə 20-25 minlik qoşunumuz ancaq formalaşmışdı. O da hələ bəzi mənbələrdə bəlkə az da ola bilərdi. Və qoşunun böyük bir hissəsi də Qarabağdadır. Əsgəran döyüşlərindədir. O qiyamı yatırmaq üçün. Çox maraqlı orada baş verir. Və Bakıda da bolşeviklərin qiyamı baş verir. Bu proses necə başlayır əslində? 1920-ci ilin mart ayının axırlarında 5-ci kabinet buraxılır. Yadınızdadır uşaqlar, 5-ci kabinetin müddəti bitmişdir. 1920-ci ilin mart ayında. 1920-ci ilin mart ayında 5-ci hökumət kabineti fəaliyyətini dayandırmışdı Nəsib bəy Yüzübəyli tənqidlərə görə. Və hökumət kabinetinin yaradılması tapşırılmışdı Məmməd Həsən Hacıskiyə, 6-cı kabinet. Amma yadınızdadırsa, mən sizə demişdim, 6-cı kabinet yaradıla bilmədi, yarımcıq qaldı. Çünki Məmməd Həsən Hacıski bolşeviklərlə gizli danışıqlara girir və keçir bolşeviklər tərəfə. Amma bu sonradan aşağı çıxar, bilinmirdi. Və 1920-ci ilin aprel ayıdır, 6-cı kabinet yaranmalıdır, 6-cı kabinet. Amma yarımçıq qalır çünki hamı gözləyir ki, Məmməd Həsən Hacıski kabineti formalaşdırsın, Hacıski kabineti formalaşdırmır, gecikir bu prosesdə. Və bir çox mənbələr göstərir ki, Hacıski gizli şəkildə bolşeviklərlə danışığa giribdi. Və nəticədə hökumətdə icra edici orqan yoxdur. Qanunu qəbul edir parlament, amma icra edən yoxdur. Çünki kabinet yoxdur. Hacıski bilərəkdən kabinetin yaradılmasını gecikdirirdi. Bu nə deməkdir? Hökumət böhranı deməkdir. Yəni, hökumətdə bir böhran formalaşmışdı.
Bir tərəfdən də ordunun bir hissəsi Qarabağdakı qiyamı yatırmaqla məşğuldur və aprel ayının 25-26-sında da Rusiya SVS deyirik də, qoşunları Rusiyadan çıxır, Azərbaycanı işğal etməyə doğru gəlir. 72 minlik Rus qoşunları. Və polis bununla da yetinmir, ölkə daxilində çoxlu etiraz aksiyalara başlayır. AXC hökumətinə qarşı. Hətta AXC-ni, indi bilməm o haqda yazıblar ya yox, 1919-da avqustda bizim hərbi donanmamız oldu. Xəzər hərbi donanması. İlk hərbi donanmamız. Başına təyin elədiyimiz Çingiz İldırım özü AXC hökumətinə qarşı qiyam qaldırdı. Donanma, hərbi donanma özü qiyam qaldırdı. Bolşeviklər orada nüfuz eləmişlər. Faktik bu dövlət çevrilişi idi əslində. AXC hökuməti bilirsiniz, bütün prosesləri nəzarət altında saxlaya bilmirdi. Bolşeviklər hökumət daxilindəki bu cür tanınmış şəxslərin əksəriyyətini artıq ələ ala bilmişdilər. Və düşünün ki, parlamentin binasına tankla, tüfəklə gəlib tutub parlamentin istifasını tələb edirdilər. 1920-ci aprel ayın 26-sında, 27-sində və bir tərəfdən də Sovet qoşunları deməli Xaçmaz Yalama stansiyasına doğru, Azərbaycana doğru işğala yola düşür. Və problem budur ki, icraedici kabinet yox, icraedici orqan yoxdur, kabinet formalaşmadı. Çox maraqlı orada hadisələr var, bir qərar qəbul etmək lazımdır. Məmməd Əmin Rəsulzadənin maraqlı bir çıxışı var, deyir, açın parlamentin qapılarını. Doğrudan da olur, 1920-ci aprel ayının 27-sində parlamentin qapıları açılır. Məmməd Əmin Rəsulzadə Azərbaycan qəzetindən çıxış edir ki, bütün xalqı parlamentə dəvət edirik. Qoy gəlsin, xalq otursun, parlamentdə müzakirələrimizdə iştirak eləsin. Çünki biz elə bir vəziyyətdəyik ki, qəbul edəcəyimiz qərar bütün ölkənin taleyini həll edəcək. Doğrudan da belə bir çıxışı var, özü də Azərbaycan Cumhuriyyət əsərində bunu yazır. Hətta orada etiraz etdilər ki, necə yəni, gəlib bizlə bir oturacaq xalq parlamentləri, qoy otursun. Görsün ki, xalq görsün ki, biz necə aciz bir vəziyyətə düşmüşük, necə ağır bir vəziyyətə düşmüşük. Bir məsələni nəzərə alın uşaqlar. Rəsulzadənin partiyası hansı partiyadır? Müsavat. Amma Müsavat parlamentdə çoxluqdadır, amma tək başına hakimiyyətə malik deyil. Çünki parlamentin 40% Müsavatdır. Amma 60% digər partiyalardır. Axı, qərar qəbul edilən səs çoxluğundan qəbul edilir. Məmməd Əmin Rəsulzadənin çox maraqlı çıxışı var. Orada ultimatum göndərirlər AXC hökumətinə və hətta Yalama stansiyasında döyüş olur. Onu araşdıra bilərsiniz, çox maraqlı döyüşdür. 300 nəfər Azərbaycanlı əskər Xaçmaz Yalama stansiyasında 72 minli Rus ordusuna qarşı döyüşür. O Leonid Fermaxın döyüşünə bənzəyir. Hamısı ölür. Amma deyilənə görə 2 saata yaxın gecikdirirlər 72 minlik Rus ordusunu. Ki, qoy parlament vaxt qazansın qərar qəbul etmək üçün. Başa düşdünüz? Orada parlamentdə müzakirələrə gedir. O döyüşlər var, yalama döyüşləri deyirlər ona. 1920-ci ilin 27 aprel tarixi yalama döyüşləri, məşhur döyüşdür. Bu da bizim Fermobil döyüşümüzdür. 200 nəfər Azərbaycanlı əskər Yalama stansiyasında Xaçmazda Sovet qoşunlarına qarşı mübarizə aparırlar. İstəyirlər ki, parlament biraz vaxt qazansın. Parlamentin çox gərgin iclası gedir, 27-sinin gecəsidir. Orada Rəsulzadə deyir, parlamentin qapısını açıb, qorxaq gəlsin, otursun, parlamentə iştirak eləsin. Rəsulzadədən çox maraqlı bir çıxışı var. Rəsulzadə ayağa qalxır. Çünki əsas partiya Müsavatdır. O da Müsavatın lideridir. 40% səs çoxluğu Müsavatdadır. Deyir ki, gəlin müqavimət göstərək. Tüfəngi ilə, topunla durublar. Deyir, gəlin Qarabağdakı ordu varsa, nə qədər ordumuz varsa, hamısını geri çağıraq. Rus hökumətinin ultimatum tələbini ləğv edək. Eləyək və gəlin müqavimət göstərək. Orada çox maraqlı bir hadisə baş verir. Sovet qoşunları bizi işğal etməyə doğru gəlir. Sovet qoşunlarının başında Nuru Paşa dayanırdı. Bu məsələ bizdə çox danışılmır əslində. Nuru Paşa kimdir? Nuru Paşa Qafqaz İslam Ordusunun rəhbəri. Bakını azad edən 1918-ci il sentyabrın 15-də. Nuru Paşa dayanırdı. Doğrudan da bu məsələ razılaşdırılmışdı. O vaxtı Türkiyədəki hökumətlə Rusiya hökuməti Qafqazın bölüşdürülməsi barədə razılaşmışlar. Sonradan bizə dəstəyi imtina eləmişdi.
Orada Mustafa Kemal Atatürk, onu biz keçəcəyik Birinci müharibəsi tarixindən sonra, Türkiyə tarixini deyəcəm sizə. Orada Türkiyə Osmanlı İmperiyası parçalandığı üçün azadlıq hərəkatı başlanmışdı Türkiyədə. Mustafa Kemal Atatürk'ün rəhbərliyi ilə və ruslarla yaxınlaşmışdı. Türk hökuməti yaxınlaşmışdı, dostluq əlaqələr qurmağa başlamışlar. Çünki Qərb ikisi də düşmanı idi. Və Lenin dedi ki, mən gedib Qafqazı işğal edəcəm. Türk hökuməti onu göz yumdu. Və orada hətta məktubu var ki, Qafqazın bolşevikləşdirilməsinə icazə veririk. Ona görə bizə köməyə gəlmədilər. Hətta qoşunların başında Nuru Paşa dayanırdı və Nuru Paşa çıxış edirdi ki, buraxın məni, gedirəm, Türkiyəyə yardım aparıram. Azərbaycanlı, hətta orada deputatlar deyir ki, axı, onlar Türkiyəyə yardım aparır. Rəsulzadənin bir çıxışı var, deyir, nə Türkiyəyə yardım aparmaq? 72 minlik qoşun bizi işğal eləməyə gəlir. Bəzi deputatlar etiraz edir ki, xüsusən İttihatçılar və dindar partiya ki, yox, onlar gedir bizim din qardaşlarımıza yardım eləməyə. Rəsulzadə bir çıxışı var, deyir ki, mən sizə əmin edə bilərəm ki, o Sovet bu qoşunlar 90 il əvvəl bura gələn Rus qoşunlarıdır. Onlar girdiyi yerdən bir daha çıxmayacaqdır. Gəlin onlara qarşı müqamət göstərək. Baxmayaraq ki, onun başında dayanan bir Türk əskəridir. Amma onu aldadıblar. Onlar bizi işğal eləməyə gəlirlər. Bizim taleyimizi bölüşdürüblər əslində. Orada Rəsulzadə haqlı olur əslində. Digər deputatlar razılaşmır. Rəsulzadənin bir çıxışı var, deyir ki, gəlin, döyüşək. Onsuz da bilirdi ki, Rəsulzadə döyüşdə bir şey yoxdur. Yenə uzatacaqlar. Sadəcə Rəsulzadə öz kitabında da yazır ki, deyir ki, mən istədim ki, biz döyüşək, döyüşdə öldürülək, qoy bütün dünyaya sübut edək ki, bizi işğal ediblər və biz müqavimət göstərmişik. Orada səs çoxluğu qəbul olunur. Əslində, siz orada Rəsulzadə yalvar yazqalar hətta, sizə deyim. O Mirzə Bələm Məmmədzadənin kitabında da var. Yazır ki, Rəsulzadə yalvarırdı ki, gəlin döyüşək, təslim olmayaq. O parlamentində binasında tutublar tüfəngləri ki, təslim olsanız sizə toxunmayacağıq, sadəcə hökumət bitəcək. Ruslar demiş ki, sizi işğal eləmirik. Sadəcə olaraq hökumət dəyişikliyi edirik. Rəsulzadə deyir ki, yox, bizi işğal eləyəcəklər, gəlin döyüşək, hamımız ölək. Hətta yalvarır az qala Rəsulzadə, səs çoxluğu çıxarılır, qəbul olunmur amma. Çünki 60% deyir ki, yox, güya biri deyir, yox, gedirlər Türkiyəyə yardım eləməyə, başında Türk əskəri var, orada bolşeviklər də var, Əli Heydər Qarayev. O deyir ki, yox, gəlsinlər bizi işğal eləsinlər, onlar onsuz da Sovet işğalı istəyirlər, bolşevik idilər də. Və nəticə etibarilə səs çoxluğu qəbul olunmur, müqavimət qəbul edilmədi. Çünki Rəsulzadə də düzdür, Müsavat Partiyasının rəhbəridir, amma 43-44% uzağı dedi ki, müqavimət göstərək. 50%-dən çox deputat bunun tərəfində olmadı. Və hökumət buraxılması barədə qərar qəbul edildi. Parlament buraxıldı. 1920-ci il aprel ayı 28-də rəsmi olaraq AXC hökuməti özünü buraxdığını elan etdi. Parlamenti buraxıldı, hökumət keçdi bolşeviklərin əlinə. Amma bu artıq çevriliş deyildi, bu işğal idi. Çevriliş nədir? Çevriliş nədir, işğal nədir? Məsələn, donanmanın elədiyi çevriliş idi. Çünki bizim donanmamızdır. Bizim adamımız olub. Amma bizə qarşı çıxıb sonradan. Götürüb bizə qarşı, parlamentə qarşı əks hərmələ əməliyyat edib. Məsələn, daxildəki bəzi qüvvələr var. Onun elədiyi çevrilişdir. Çünki onlar hökuməti devirirlər. Amma bu çevriliş təkcə yox idi. Çünki işğal da var idi. Niyə işğal var idi? Çünki başqa bir ölkənin ordusu faktiki olaraq ölkəyə daxil olurdu. Bu çevriliş deyil, bu işğaldır. Başa düşdünüz? Çünki Rus ordusu daxil olmasaydı, bəlkə də o qiyamçıları biz yatıra bilərdik o qiyamı. Başa düşdünüz? Bəlkə də parlamentin deputatları ilə o 72 minlik gələn Rus ordusundan qorxmuşdu. Demək, faktiki olaraq burada bir işğal faktoru var idi və bütün kitablarda bu sonradan işğal kimi qeyd edilib. Sovet kitablarında, SSR dövründə bu inqilab kimi qeyd edilirdi. Bunu 28 aprel inqilabı adlandırırlar. Güya kəndlilər və fəhlilər hökumətə qarşı etiraza qalxıblar. Amma faktiki olaraq burada bir şey var idi. Hərbi çevriliş və işğal faktoru var idi. Çünki gördüyümüz kimi gedib Azərbaycanı işğal ediblər. Ortaya sual çıxır, necə bizi işğal edə bilərlər? Çünki qərb ölkələri buna narazılıq bildirmədilər, göz yumdular. Çünki niyə? Bizi deyivlə tanımamışlar olsa da, de facto tanımışlar. Məsələn, bu gün Rusiya-Ukrayna müharibəsində Avropa ölkələri Ukraynaya yardım edirdi, hər cür silah yardım edir, pul yardım edir, düzdür. Niyə? Çünki Ukrayna müstəqil dövlətdir. Rusiya başqasının torpağını işğal edir. Bu olmaz. Amma axı bizi tanımamışlar müstəqil dövlət kimi. Bizi de facto tanımışlar, deyirək tanımamışlar. Başa düşdünüz?
Və niyə görə bəs tanımamışlar? Bu məsələ var. Bunu daha ətraflı Birinci Dünya müharibəsi dərsini keçəcəyik. Rusiya Birinci Dünya müharibəsində məğlub olmuşdu, düzdür? Hətta parçalanmışdı Rusiya imperiyası. Amma Rusiyanın olduğu blok qalib gəlmişdi Birinci Dünya müharibəsində. Özü məğlub olsa da bloku qalib gəlmişdi. Antanta bloku. İngiltərə, Fransa, ABŞ, blok qalib gəlmişdi. Və Rusiyada qalib dövlət siyasındaydı əslində. Çünki blok qalibdir. Düz özü müharibəni axıra qədər aparamamışdı. Biz demişdik, Brest-Litovsk Almaniya təslim olmuşdu. Amma blok qalib gəldi baxı. Rusiya mükafatını almalıdır. Ona görə də Versal konferansına deyildilər ki, Rusiya müttəfiqimiz olubdur. Qoyun Rusiya imperiyasını bərpa eləsin. Ona görə də Rusiya təkcə bizlə qalmayacaq, gedəcək Gürcüstanı işğal edəcək, ona da səsini çıxarmayacaqlar. Ermənistanı işğal edəcək, ona da səs çıxarmayacaqlar. Qayıdacaq Mərkəzi Asiyanı işğal edəcək Rusiya. Onu da səsini çıxarmayacaqlar. Faktiki olaraq Rusiya imperiyası bərpa olacaq. 1918 aprelin martın 3-də parçalanmışdır Rusiya imperiyası. 1920-21 arası Rusiya imperiyası faktiki olaraq həmin sərhədlər hamısı bərpa olunur. Əlavə heç bir sərhəd bərpa olunmur. Çünki Rusiya qoymurlar əlavə sərhədini bərpa etməyə. Amma Versal konferansı buna göz yumur. Rusiyanın əvvəlki sərhədlərinin bərpa olmasına göz yumur. Çünki bloku qalib idi. Və Rusiya Birinci Dünya müharibəsində böyük itkilərlə çıxmışdı. Bunu başa düşün. Rusiya bu məsələdə problem görmürlər. Başa düşdünüz? Gələk, işçilər. İşçilər, Azərbaycanlı işçilər, əsasən Sovet hökumətini dəstəklədilər ilk vaxtlarda. Azərbaycanlı işçilər, fəhlələr. Niyə? Çünki AXC hökuməti müəyyən problemləri var idi. Biz sizdə 23 ay mövzuda oldu. AXC hökumətin dövründə bir çox problemlər özəlliyi tapmadı. Çünki çox mövzu ola bilmədi də, müəyyən bizə vaxt lazım idi. Hətta düşünün ki, Hacı Zeynalabdin Tağıyevin fabrikində fəhlələr ona qarşı etiraz edirdilər. Misal üçün bir nümunə gətirdim. Amma fəhlələr cəmiyyətin 30%-ni təşkil edirdi. Cəmiyyətin 70%-i kəndlidir. Bəs kəndlinin mövqeyi necə idi? Problem budur ki, kəndlilər də AXC-yə dəstəkləmədilər işğal prosesində. Məsələn, rəsullar deyir, parlamentasyon xalq gəlsin. Xalq gəlmədən. Əksəriyyəti. Kəndlilər bir tərəf qaldılar. Bir tərəfdən AXC-ni dəstəkləmək istəyirdilər. Çünki AXC bəyvağa hökuməti idi. Zadəgan hökuməti idilər. Və şərqdə bilirsiniz ki, kəndlər həmişə bəyvağalara xüsusi olaraq ehtiram göstəriblər. Yəni, tabi olublar, deyək. Amma ikinci məsələ var idi. Sovet hökuməti AXC-ni həll edə bilmədiyi problemi vəd edirdi, torpaq problemi. Sovet hökuməti kəndlərə vəd eləmişdi ki, biz hakimiyyətə gəlsin, hamıya torpaq verəcəyik. Eləmişdir, həqiqətən. AXC hökuməti bu problemi həll eləmək çalışır. Həll eləmişdir. Necə həll elədi? Bu məsələyə toxunaq. AXC süqutundan biri, əsas süqut eləməsinin əsas səbəblərindən biri aqrar problemi, uşaqlar. Yazırsınız bunu. 1919-cu il aqrar komissiya yaradılar AXC dövründə. Bunu düzdür, 1919-cu il hadisələrini deyəndə sizə qeyd eləməmişdim. İndi yazın qeyd edeyim. 1919-cu ildə aqrar komissiya yaranır. Çox vacib hadisədir, bunu yaxşıya da saxlayın. Aqrar nə deməkdir? Torpaq məsələsi. Aqrar məsələ deyil də, torpaq məsələsi nəzərdə tutur da. AXC-nin ən böyük istədiyi nə idi? Torpaq problemini həll eləsin. Niyə? Çünki torpaq istəyən kimdir? Kəndli. Kəndliyə torpaq lazımdır. Kəndli torpaq probleminin tamamilə həll olmasını istəyir. Torpaq kimdə buna? Bəyvağada. Və nəzərə alın ki, bəyvağa mühüm rola malikdir. AXC hökuməti, aqrar komissiya torpaq problemini həll edəcəkdir. Doğrudan da kəndlərin hamısını torpaqla təmin edəcəkdir. Amma bu biraz vaxt tələb edəcəkdir ki, bəy və ağalarla kompromisə gələ bilsin. Başa düşdünüz? Asan məsələ deyil. Çünki bəy və ağalar cəmiyyətdə güclü qrupdur. Sovet işğalı olmasaydı, 1-2 ildə vaxt olsaydı, yəqin ki, bu problem özəlini tapacaqdı. Amma kəndlilər gözləmək istəmədilər yəqin ki. Sovet hökuməti vəd edirdi ki, biz gələn kimi torpaq problemini həll edəcəyik. Doğrudan nə də oldu? Sovet hökuməti gələn kimi bütün kəndlər torpaqla təmin olundu. Sual ola bilər, necə? Niyə AXC kəndlərin torpaq problemini həll edilmədi? Sovet hökuməti həll edə bilir. Çünki Sovet hökuməti gələn kimi bütün bəylər və ağaları güllələdi. Hamısının torpağını aldı. Qolçomaqlar da güllələyəcəklər. Onsuz da kəndlər idi qolçomaqlar. Varlı kəndlər idi. Söhbət bəy və ağalardan gedir.
Sovet hökuməti bütün bəylər bağları güllələdi. Bütün şəhərdəki sahibkarları güllələdi. Ya da həbsə atdı. Hamısı mülkünü aldı, verdi kəndlərinə, fəhlələrə. Bu oldu ki, problemin həllidir. Başa düşdünüz? AXC hökuməti bunu bu radikal formada eləyə bilmirdi də. İstəyirdi bir kompromis yolunu həll eləsin. Eləyə də bilərdi açığı, mən inanıram, amma bu biraz ağır məsələ idi. Buna biraz vaxt lazım idi. 1919-cu ildə Aqrar Komissiya yarandı, amma yekun nəticə vermədiyi üçün kəndlilər AXC-nin işğalı vaxtı AXC-ni dəstəkləmədilər. Bir tərəf qaldılar. Düzdür, Soveti də dəstəkləmədilər. Çünki ona da çox etibar eləmirdilər. Amma AXC-ni dəstəkləmədilər. İkinci məsələ. Soveti də səhvlərini başa düşəcək ya, yeri gəlmişkən. Sovet dərsinə deyəcəm. Kəndlər çox peşman olacaqlar. AXC-dən çox Sovetə etiraz edəcəklər. Niyə? Dayı torpaq istəyirlər, torpağı da. Sovet onların üzərinə çox ağır vergilər qoyacaq ona görə. Sovet dövründə bilirsiniz nə qədər üsyanlar baş verəcək. Yəni bilirsiniz, Sovet gəlib verdiyi vədləri yerinə yetirdi. Yox, elə fəhlələr də Sovetə etiraz edəcək. Amma daha çox kəndlər etiraz edəcək Sovetə. İkinci məsələ, 1919-cu ildə Əlifba Komissiyası da yaranmışdı. Bu məsələyə çox da adiyyəti yoxdur. O komissiyaları öyrənmiş uşaqlar. 1919-cu ildə AXC-də 2 dənə komissiya yaranır. Aqrar komissiya olub, bir də Əlifba komissiyası olub. Heç biri özəlliyi tapmayıb uşaqlar. Nə aqrar islahatı keçirilib, nə Əlifba islahatı keçirilib. Yaxşı, heç biri keçirilməyib. Deməli, komissiya 2 dənə olubdur. Aqrar komissiya, bir də Əlifba komissiyası. Hər ikisi AXC dövründə yaranıb. Amma AXC dövründə aqrar islahat da keçirilməyib, Əlifba islahatı da keçirilməyib. Əlifba islahatı nə idi? Latın dilinə keçid nəzərdə tutulurdu. Latın əlifbasına keçid daha doğrusu. Ərəb əlifbası idi da bizdə 8-ci əsrdən bəri, ərəb işğalından bəri. AXC hökuməti Əlifba komissiyasına Latın qrafikalı əlifbaya keçid nəzərdə tutmuşdu. Amma bu komissiya da öz fəaliyyətini yekun görə bilmədən fəaliyyətini dayandırdı. İşğal prosesi baş verdiyinə görə. Aqrar komissiyada göstərmədi. Əlifba komissiyası Sovet dövründə də yaranacaq. Amma orada uğurlu olacaq. Vəsiyon. Bu da oldu AXC-nin həzin sonu. Başa düşdünüz uşaqlar? Elə çox bir şey qalmamışdı AXC dövründə. AXC dövründə bizim ittifaqlarımıza baxın, sizə xatırlatmaq üçün deyirəm. Deməli, 1919-da Osmanlı ilə 4 iyunda Batum sazişi var idi aramızdadsa. 28 maydan başlayıb 4 iyuna qədər davam edən. Batum danışıqlar, Batum sözü, Osmanlı ilə dostluq müqaviləsi. 1918. 1919-cu ilin iyun ayı Gürcüstanla hərbi ittifaqımız. Bunları ayrıca öyrənirsiniz, yaxşı öyrənirsiniz. 1919-cu il iyun ayı Gürcüstanla hərbi ittifaqımız demişdim, yazılmışam sizə. Denikin təhlükəsinə qarşı. Denikin. Denikin kimdən ondan soruşma. Yoxsa adam dəyəcək bir-birinə. Elə yaz Denikin təhlükəsinə qarşı. O da bizi işğal eləmək istəyirdi ona görə. 19-da. 19-dadır. Sonra 1920-də mart ayında Qacarlarla ittifaqımız var. Amma bir məsələ var. Hərbi ittifaq deyil Qacarlarla. Dostluq müqaviləsidir. Dostluq ittifaqı. Yəni, o qədər də yaxın deyildi də hərbi ittifaq bağlayan. Qacarlar kimdir? İran. Hətta orada yazılıb Tehranda Azərbaycan konsulluğu açılır. Elə bir hadisələr var. 1920-ci ilin fevral ayı, əslində fevral olub sonra mart olmalı idi, yerlərini dəyişiklik edib. İtaliyanın hərbi ittifaqımız var idi. Amma İtaliyanın olan hərbi ittifaqı idi. İtaliyadan demişdik, silah sursat almışdıq hətta. Necə, yəni fevralda Qacarlarla olur? Yox, fevralda İtaliyanın olur, martda Qacarlarla olur. Yəni tarix düzdür, bir dənə İtaliyada, sonra Qacarlardır. 4 dənə hərbi ittifaqımız var, gördünüz? 4 dənə hərbi ittifaq yox daha doğrusu, 4 dənə ittifaqımız var. Üçü hərbi ittifaqdır, Osmanlı ilə, Gürcüstanla, İtaliya ilə bağlanan. Amma Qacarlarla bağlanan sadəcə dostluq ittifaqı, dostluq müqaviləsidir. Başa düşdünüz fərqini. Biri var hərbi ittifaq, biri var dostluq. Yəni Qacarlarla daha yüngül müqavilə bağlamışdıq da, dərin saziş deyildi. Çünki aramız pis idi Qacarlarla, tezə-tezə danışmağa başlamışdıq. Sonra, bir də bunu da sizə demişdim ya yox bilməm, 1919-cu il noyabr ayında uşaqlar Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmışdır. Demişik. Bu ABŞ və İngiltərə vasitəçiliyi ilə imzalanmışdı. İngilis qoşunları buradan çıxmışdı 19 avqustunda. Ondan sonra
bizi barışdırırlar. 1919-un noyabrında Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmışdı. Adına Tiflis sazişi deyirlər, adı da var. Tiflisdə barışdırmışlar bizi. Tiflis sazişi bu da düşür. O Qarabağ General Qubernatorluğu, Naxçıvan General Qubernatorluğu o məsələlər barədə demişik, elə? Bəli. Bu oldu AXC tarixi.